Salam əziz şagirdlər. Bu videoda biz 28 aprel 2019-cu ildə keçirilmiş buraxılış suallarının izahına baxacağıq. Suallara başlamamışdan öncə qeyd edim ki, dərslərimizə qoşulmaq üçün qeyd etdiyimiz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Başlayaq suallara. Deməli, birinci sualda bizə verilib ki, ədədi silsilədə ikinci və 10-cu hədlərin cəmi 26 olarsa, silsilənin ilk 11 həddinin cəmini tapın. Verilənləri qeyd edək. Birinci bizə verilib ki, deməli, silsiləmizin ikinci və 10-cu hədlərinin cəmi 26 olarsa, bu bərabərdir 26-ya. Məndən isə soruşur ki, onun ilk 11 həddinin cəmini tap. Yəni, məndən S11-i istəyir. Bəs S11 nəyə bərabərdir? S11 bərabərdir A1 üzərinə gəlinsin A11 bölünsün 2 vurulsun 11. Bu düsturdan tapılacaq. Düzdürmü? İndi burada biz A11-in bəs yerinə yaza bilərik. Biz A11-in yerinə yaza bilərik. Deməli, A1 üzərinə gəlinsin A10 şəklində yaza bilərik. Ancaq burada diqqətli olsaq, baxarıq ki, bizdə A2 üzərinə gəlinsin A10. Bu bizə elə A1 üzərinə gəlinsin A11-i verəcək. İndekslərə burada fikir versəz, hər ikisində cəmi nədir? 12-dir. Yəni, bu ədədi silsilədə bunlar bir-birinə bərabərdir. Onda mən A1 üzərinə gəlinsin A11-in yerinə 26 yaza bilərəm. Yəni, 26. Yəni, çünki bunlar bir-birinə bərabər oldu buradan. Oradan bu nəticəyə gəldim. Bölünsün 2, vurulsun 11. Bu da bərabərdir. 26-nı 2-yə bölsək 13 düşəcək. 13-ü 11-ə vursam, deməli 143 almış olacaq. Bu da mənə doğru cavab kimi verir B variantında. İkinci suala keçək. Deyir B-nin hansı qiymətində 25 üstü B bərabərdir 125 üstü X tənliyinin kökü 6 olarsa. Tənliyin kökü nə deməkdir? Yəni X bərabərdir 6. Və B-ni biz tapmalıyıq. Gəlin birinci sadələşdirək. 25 nə deməkdir? 5-in kvadratı deməkdir. Yəni 5-in kvadratı 2 ilə vurulacaq B-yə olacaq 2 üstü B. Bərabərdir. 125 nə deməkdir? 125 isə 5-in kubu deməkdir. Yəni 5 üstü 3x olacaq. İndi burada əsaslar eynidirsə, artıq qüvvətlərimiz də bir-birinə bərabərdir. Yəni 2B bərabərdir 3x-ə. Bəs bizim x-imiz neçə idi? 6. O zaman 3-ü də 6-ya vursam, bu ifadə 18-ə bərabər olmuş olacaq. Mən buradan götürüb B-ni tapsam, B bərabərdir nəyə? B bərabərdir 18 bölünsün 2, yəni 9. Doğru cavabım olacaq 9. Bu da bizdə verilib D variantında. Üçüncü suala baxaq. Üçüncü sualda deyir ki, kvadrat formalı fiqur bərabər formalı kiçik kvadratlara bölünmüşdür. Ştrixlənmiş sahə bütün sahənin neçə faizini təşkil edir? Birinci baxaq ki, bizdə neçə dənə deməli kvadrat formalı fiqur verilib. Deməli 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. 5 dənədirsə ümumi olacaq 25 dənə deməli fiqur var. Bunlardan neçəsi ştrixlənib? 3 dənəsi. Və neçə faizini deyirsə, bu nisbəti mən nəyə vurmalıyam? 100-ə vurmalıyam. 25 ilə də 100 ixtisar gedəcək 4-ə. Burada bərabərdir. 3-lə 4-ə vursaq 12% etmiş olacaq. Doğru cavab bizə verilib C variantında. Sonra keçək 4-cü sual. Deyir ki, katetləri 6 sm və 8 sm olan düzbucaqlı üçbucağın kiçik katet ətrafında fırlanmasından alınan fiqurun yan səthinin sahəsini tapın. Deməli, kiçik katetin ətrafında fırlanmasından alınan fiqur bizdə konus olacaq. Gəlin qeyd edək burada. Yəni, konus alınır və baxın, burada şəkli çəkək birinci. Deyək ki, bunun hündürlüyü bura olsun, düzdürmü? Katetləri 6 sm və 8 sm olan düzbucaqlı üçbucağın kiçik katet tərəfində fırlanmasından. Kiçik katet tərəfindən fırlanmasında deyirsə, o zaman baxın, düzbucaqlı üçbucaq dediyinə görə bunu qeyd edək buradan. Demək, kiçik katet tərəfindən fırlanırsa, o zaman bura 6-dır. Çünki bu tərəfdə fırlanacaq, o zaman bura qalır 8. Və bu fırlananda eyni hal burada da olur. O zaman burada 8-dir təbii ki. Və biz Pifagora görə 8, 6. Bura nədir? Bura artıq 10-dur. O zaman burada 10-dur. Bizdən nəyə soruşur? Bizdən soruşur ki, yan səthinin sahəsini tap. Deməli, esyan nəyə bərabərdir? Esyan bərabərdir pi
R elə bərabərdir. Artıq L burada doğuran olan. Bu 10'dur. O zaman bu da bərabərdir. R'imiz neçədir? R'imiz də təbii ki 8'dir. Yəni 8 vurulsun 10 vurulsun pi. Bu da bərabərdir. Mənə 80 pi vermiş olacaq. Doğru cavab kimi bizə verilib A variantında. Daha sonra 5-ci suala baxaq. Çoxluqların birləşməsinin sayının elementlərini göstərdir. Çoxluqları biz birləşməsini tapanda birinci nə eləyirdik? Birinci rahatçılıq üçün birinci çoxluğun bütün elementlərini yazın bura. 2, 3, 6, 7 və 9. İndi baxaq görək. Burada hansılar çatmır? Baxaq 1 N'də var, M'də yoxdur. O zaman 1'i yazacağım bura. 3 burada var, artıq yazmışam deyə 3'ü yazmıram. 4'ü götürüb yazacağım bura. Daha sonra 8'i götürüb yazacağım bura. 9 var deyə yazmıram. 11, 13 yoxdur. 11, 13. Neçə dənə element verdi? Bu da bizə deməli 10 dənə element verəcək Y variantı. Elementlərin çünki sayını soruşur. Yəni bizdən burada qeyd edirik. M birləşir N'i soruşur. Bu da neydi? Elementlərin sayıdır. Ona bərabərdir. Sonra keçək 6-cı suala. Deməli 6-cı sualda bizdən trigonometriya ilə bağlı bir sualdır. Yəni tənliklə bağlı bir sualdır. Deməli burada səhv eləmirəmsə bu sualda cüzi bir səhvlik olmalıydı. Cüzi bir səhvlik olmalıydı. Çünki burada x yox idi, səhv eləmirəmsə. Burada x yox idi. Çünki bu suallar sonradan yığılma suallardır. Bunun düzgün versiyası olacaq. Kökdə 2 vurulsun. Səhv eləmirəmsə belə idi. Sinus kvadratı deməli sinus kvadratı pi bölünsün 5 pi bölünsün 4 çıxılsın alfa. Bir dənə x'imiz yox idi burada. Və üzərinə gəlinsin sinus 2 alfa bölünsün 2. Bu şəkildə olmalı bir sual idi. Aha. İndi biz bu tənliyi həll etmək üçün nə eləyə bilərik? Biz bilirik ki sinus kvadratı alfa nəyə bərabərdir? Sinus kvadratı alfa bərabərdir 1 çıxılsın kosinus 2 alfa. Hamısını kosinusa gətirsək, bu zaman biz yaza bilərik. Kosinus 2 alfa deməli bölünsün 2. Bölünsün 2 buna bərabərdir. Bunu tənlikdə yerinə yazsaq, o zaman olacaq nə? Kökdə 2 ilə işimiz yoxdur. O qalacaq öz yerində. Kökdə 2 vurulsun. Deməli, sinus kvadratının yerinə yazdıq. 1 çıxılsın kosinus 2 alfa. Yəni olacaq nə? Vurulsun 1 çıxılsın kosinus 5 alfa. Çünki alfanın yerində artıq orada 5 pi bölünsün 4 çıxılsın alfa durur. Deməli 5 pi bölünsün 4 çıxılsın alfa durur. Bu da bölünsün 2. Və bir də üzərinə gəlinsin sinus 2 alfa bölünsün 2. Bu şəkildə. Aha. İndi biz burada kosinus 5 pi bölünsün 4 çıxılsın alfanı gəlin ayrıca hesablayaq. Bax burada. Bunu biraz yuxarıdan hesablayacağım. Deməli. Bax buradan hesablayacağım bunu. Deməli kosinus 5 pi bölünsün 4 çıxılsın alfa. Bu nəyə bərabərdir? Baxın 5 pi bölünsün 4 nə deməkdir? 450 dərəcə deməkdir. O 450 dərəcənin 360'ın tam fırlanır. Nə qədərə qalır? Yəni 450 dərəcənin 360'ın tam fırlanında nə qədər qalır? 90 dərəcə qalır. Ondan bu nəyə bərabərdir? Bərabərdir kosinus 90 çıxılsın alfa deməkdir. Alfa niyə oldu? Burada 2 alfa idi axı. Burada biz yazmamışıq bunu. Burada 2 alfamız var. Çünki düsturda baxın, kosinus 2 alfadır. O zaman burada 2 olacaq. Aha. Deməli, 2 alfada bu da bərabərdir. Kosinus 90 çıxılsın 2 alfadan olur. 90 pi bölünsün 2 deməkdir. Orada ad dəyişəcək. Yəni olacaq nə? Birinci rübə düşdüyünə görə də müsbət olacaq. Yəni sinus 2 alfa olmuş olacaq.
Yəni uzun sözün qısası bu ifadəmiz bizim nədir? Bax, bu ifadəmiz sinus 2 alfadır. Gətirib yerinə yazsaqda bu da bərabərdir. Kökdə 2 vurulsun. Deməli, 1 çıxılsın sinus 2 alfa bölünsün 2. Artıq burada da 2 var deyə bir məxrəcdə yazsam. Üzərinə gəlinsin sinus 2 alfa. Çünki məxrəclərimiz eynidirsə bir yerdə yazıram. Sinus 2 alfalar buradan gedəcək. İslah gedir, nə qalır yerdə? Qalır, deməli, kökdə 2 vurulsun. Kökdə 2 vurulsun. 2-də 1. Bu da bizə verəcək. Yəni kökdə 2 bölünsün. Kökdə 2 bölünsün 2-ni vermiş olacaq. Və doğru cavab kimi bizə verilib A variantında. Daha sonra artıq buranı silə bilərik. İndi 7-ci sualı oxuyaq. 7-ci suala nə verilib? Deyək ki, uzunluğu 20 sm olan parça müstəvidən 16 sm məsafədə olarsa, onun müstəvi üzərindəki proyeksiyasını tapın. Deməli, bir dənə müstəvi verilib. Tutaq ki, bir dənə bizə müstəvi verilib və o müstəvi üzərindən 16 sm məsafədə olan bir nöqtə buradadır və o üzərində deyir parça, uzunluğu 20 sm parça müstəvidən 16 sm məsafədədir. Aha, yəni bu da bizim həmin o parçamız. Deməli, bu bilir ki, burada 90 dərəcə təbii ki, hündürlük olduğuna görə və bunun uzunluq şərtləri bizə verib 20. Bizə nəyi soruşur? Müstəvi üzərində proyeksiyasını soruşur. Bizdən bax, bu hissəni soruşur. Bu qədər sadə. Yəni, bu nədir? Pifaqor ədədlərdir. Bura bir x desəm, o zaman x-in kvadratı nəyə bərabərdir? X-in kvadratı bərabərdir. 20-in kvadratı 400 çıxılsın. 16-nın kvadratı 256. Və bu da bizə nəyi verir? Bu da bizə 144-ü verir. 144 nəyin kvadratı? 144 də 12-nin kvadratı. Bu da bizə verəcək B variantı. Daha sonra 8-ci sual yenə törəmə ilə bağlıdır. Və nəzərinizə çatdırır ki, artıq törəmə buraxışa düşmür. Amma bu artıq 2019-un qəbulunda olduğuna görə orada düşüb, indi izahlayacağım yenə də. Birinci gəlin biz verilən funksiyanın törəməsini tapaq. Bu nəyə bərabərdir? Bu bərabərdir. Deməli, kök altı ifadə olanda nə olurdu? 2 kökdə 7x üzərinə gəlinsin 4 və bir də içindəki ifadənin törəməsi. 7x üzərinə gəlinsin 4-ün törəməsi bizə verəcək 7-ni. O zaman 7 də yuxarı qalxacaq, olacaq bu formada. Bu da bərabərdir. Artıq bərabər deyil, yox. Burada bərabər deyil. Çünki mən artıq 3 hesablamalıyam. 3 hesablasam, o zaman nə edəcəm? 3 hesablamaq üçün x-in yerinə 3 qoysam, olacaq 7 bölünsün, 2 vurulsun, kökdə 21 üzərinə gəlinsin 4. Baxın, 21 nə deməkdir? 21 üzərinə 4 nə deməkdir? 25 deməkdir. Bundan 5 çıxacaq. 2-ni də 5-ə vursam 10 eləyəcək. Yəni, bərabərdir 10-da 7 deməkdir. Bunu da təbii ki, bizə bölübdür. Bu da 0,7 D variantı. Sonra keçək burada 9-cu suala. 9-cu sualda necə olacaq? Deməli, 7 gələcək 2-nin aşağı hissəsindən, yəni 2x üstə gəlinsin. 2x. Deməli, yaxınlaşdıraq biraz sərqə yazıldığında. Deməli, 2x üzərinə gəlinsin 21. Bərabərdir. 7-nin kvadratı verəcək 49. Buradan da 2x bərabərdir. 21-i sağ tərəfə atsam, 49-dan 21 çıxanda alaram 28. Buradan x nəyə bərabərdir? Buradan x bərabərdir 14-ə. Doğru cavab bizə verilib C variantında. Keçək 10-cu suala. Deməli, i üstü 8. Biz burada nə edirik? Qüvvətləri 4-ə bölüb qalığa götürəcəyik. 4-ə bölüb qalığa götürəcəyik. Ancaq burada qeyd eləyək. Baxın, i-nin kvadratı nəyə bərabərdir? I-nin kvadratı bilirik ki, mənfi 1-ə bərabərdir. Bəs i-nin kubu nəyə bərabərdir? I-nin kubu mənfi i-yə bərabərdir. Bəs i üstü 4 nəyə bərabərdir? I üstü 4 isə bərabər idi 1-ə. Bunu qeyd elədik. Bəs i üstü 80 nədir? I üstü 80 buradan yazırıq. I üstü 80 4-ə bölsək nədir? 4-ə tam bölünür. Yəni o zaman elə bu i üstü 4-ə bərabərdir deyə bilərik. Bu da nəyə bərabərdir? Bu da 1-ə bərabərdir. Bəs yaxşı, i üstü 60 nəyə bərabərdir? Bu da 4-ə tam bölünür. Bu isə yenə 1-ə bərabərdir. Və beləliklə i üstü 24 də 1-ə bərabərdir. Çünki 24 də 4-ə bölünür. Aha, onda bunların qiymətləri oldu 1. 1, üstə gəlinsin 1, üzərinə gəlinsin 1, çıxılsın 3. Bu da bərabərdir 0-a. Doğru cavab kimi verəcək Y variantı.
11-ci sual deyir ki, kök altında 51 hansı iki rəqəm arasında yerləşir? Deməli, 51 kvadratik olan ədədlərdən 49 ilə 64 arasında yerləşdiyinə görə bunları kök altına salsaq 7 ilə 8 arasında yerləşmiş bir ədəd olacaq. Sonra 12-ci sual. 12-ci sualda deməli tənlik deyir, həll edin. Hər tərəfi kvadrata yüksəltsək, olacaq nə? 3x çıxılsın 2 bərabərdir 25. Buradan alıram ki, 3x bərabərdir 2 mənfikini burada sağ tərəfə atsaq olacaq 27. X də bərabərdir 9. Doğru cavabımız oldu 9. Bu da bizə verilib D variantında. Sonra keçək 13-cü suala. Deməli, 13-cü sualda bizə tənlik verilib. Birinci biz nə eləməliyik? Birinci biz yazaq ki, sinus 2x bərabərdir nəyə? Bərabərdir kökdə 3-ü böləcəm 2-yə. Kökdə 3 bölünsün 2. Daha sonra bəs 2x nəyə bərabərdir? Sinus kökdə 3 bölünsün 2-nə hansı qiymətdə alırdı? -1 üstü k arc sinus kökdə 3 bölünsün 2. Üzərinə gəlinsin pi k. Bəs buradan 2x nəyə bərabərdir? Buradan 2x bərabərdir. Arc sinus pi bölünsün 2 bizə nəyə verəcək? Yenə -1 üstü k vurulsun. Bu da bizə pi bölünsün 3'ü vermiş olacaq. Pi bölünsün 3'ü verir. Bir də üzərinə gəlinsin nə? Pi k. Buradan da x'i biz tapsaq, x bərabərdir -1 üstü k pi bölünsün 3. 3'də 1 2 deməli 3 2'yə vurulacaq. Olacaq 6. Çünki 2 artıq mərkəzə gələcək. Üzərinə gəlinsin pi k bölünsün deməli 2. Və k təbii ki burada tam ədədlərə daxildir. Bu da bizə verilib deməli C variantında. Bu da bizə C variantında verilib. 14-cü suala baxaq. Deyir ki, ABCD düzbucaqlı trapeziyası daxilinə O mərkəzli çevrə çəkilmişdir. Aha, deməli biz verilənləri qeyd eləsək, O mərkəzli çevrədirsə, o zaman buradan bura olan məsafəmiz bizə radiusdur. Və eyni ilə buradan bura olan da radiusdur. Və əlavə olaraq qeyd edə bilərik ki, buradan bura da olan bir radiusdur. Düzdürmü? İndi bizə deyir ki, SAOB, yəni iştiqlənmiş hissənin sahəsi nədir? 49'dur. Biz indi iştiqlənmiş hissənin sahəsini necə tapa bilərik? Baxın, düzbucaqlı bir üçbucaq olduğuna görə S bərabərdir 2'də 1 AH. Ümumi düsturumuz belə idi. Düzdürmü? Bəs yaxşı, burada A-nın yerində nəsə durub? A bu tərəf idi. A-nın yerində artıq burada R-dir, burada R-dir. 2 R durub. Yəni 2'də 1 vurulsun. 2'də 1 vurulsun 2R. Bir də vurulsun. H-mız neçədir? H-mız burada R-ə bərabərdir. Daha doğrusu yox. H-mız bəli R-ə bərabərdir. Bu üçbucaqda bəli burada R-ə bərabərdir. Vurulsun R-ə. Bu da bərabərdir 49 bizə verib. Buradan 2'lər ixtisar getsə, qalacaq R kvadratı bərabərdir 49'a. Deməli R neçədir? R 7'dir. Radius 7'dir. Bizdən çevrənin radiusunu soruşur. Doğru cavabımız oldu 7. Bu açıq sualdır. Hə, açıq sualdır. Sonra baxaq 12-ci, belə 15-ci suala. Deyir ki, kubun neçə tili var? Deməli, burada ümumi düsturumuz bilirik ki, kubun 3n tərəfini düzdür. N'in yerinə 4 durur. Düsturumuz 3n'dir. 3'ü vuracaqsınız 4'ə. Tapacaqsınız 12. Yəni, asan bir sualdır. Kubun 12 dənə tili var. Və yaxud da ki, əgər düsturu bilmirsinizsə, kub çəkib də tapa bilərdiniz. Yenə də çəkirəm mən buradan. Bir dənə özünüz üçün belə bir kub çəkib, bunların tillərini saysaydınız, görürsünüz ki, bunun 12 dənə tili var. Aha. Burada da n'in yerində niyə 4 durur? Çünki bunun baxın tərəfi nədir? 4 bucaqlıdır ona görə. Sonra 16-cı suala baxaq. Deyir ki, kəsirin düzgün kəsir olması üçün m'in aldığı natural qiymətlərin cəmini tapın. Deməli, düzgün kəsir deyirsə, məxrəcimiz nə olmalıdır? Məxrəcimiz surətdən böyük olmalıdır. O zaman 7m kiçikdir 35'dən. 2'ni sağ tərəfə atdıq. Bu zaman m də kiçikdir 5'dən. Bizdən deyir ki, düzgün kəsir olması üçün
m'in altı natural qiymətlərin cəmini tap. M burada, deməli m alacaq burada 1-i, naturallardan söhbət gedir 2-ni, 3-ü və 4-ü. Bunların da cəmi bizə verəcək 10. Bizdən cəmini soruşur. Sonra baxaq, deməli 17-ci sualı. Buranı silək bu şəkildə. Aha. Deməli 17-ci sualda bizə deyir ki, bərabərsizliyinin ən böyük tam həllini tapın. Deməli, bərabərsizliyinin tam böyük həllini tapmaq üçün bunu diskriminatorla tapa bilərik. Və yaxud da ki, belə fikirləşək. Deməli, köklərinin hasili bizə 12, köklərinin cəmi isə bizə -8 verən hansı ədədlərimiz var? -2 ilə -8. Onda mən bunun vuruqları nə olacaq? Bunun vuruqları x çıxılsın 2 və x çıxılsın 6 olacaq. Bu şəkildə. Buradan da x1 bərabərdir. Köklərin sıfıra çevirən biri 2-dir. x2 də bərabərdir. Biri də 6-dır. Mən vuruqları ayıraraq köklərin diskriminantını tapa bilərdiniz. İndi qeyd eləsək, biri 2-dir, 2-ni buradadır, 2 burada, 6 isə buradadır. İndi biz bunların işarəsini müəyyən etsək, vuruqlarımız artıq budur. Bu hissəyə baxırıq. Deməli, 6-dan böyük qiymət verəndə müsbət, 6 ilə 2 arasında bir qiymət verəndə mənfi, 2-dən aşağı bir qiymət verəndə müsbət. Bizdən hansı qiymət lazımdır? 0-dan kiçik qiymət. Baxın. Deməli, o zaman olacaq nə? 2 ilə 6 olmuş olacaq. Bizə nəyi soruşurdu? Ən böyük tam həllini tapın. Deməli, bunun ən böyük tam həlli 6-nı almadığına görə 6-dan 1 əvvəlki 5. Yəni, ən böyük tam həlli olacaq 5. Çünki 6-nı alır. Keçək 18-ci suala. Deyir ki, çevrə daxilə çəkilmiş bucağın dərəcə ölçüsü 42 olarsa, həmin qövsə söykənən daxili bucağın dərəcə ölçüsünü tapın. Bir də oxuyaq şərti. Deməli, çevrə daxilinə çəkilmiş bucağın dərəcə ölçüsü 42 olarsa, deməli, nə demək istəyir? Bu şərtdə bir balaca çatışmamazlıq var. Bəlkə də sonradan yığılanda nəyisə unudublar. Deməli, çevrə daxilinə çəkilmiş bucağın dərəcə ölçüsü 42-dir. Bir dənə bucaq çəkilib. Bu hissə 42-dir. Və təbii ki, bu qövsün buranın uzunluğu olacaq. Burada 84 olacaq. Çünki 2 vurulur. Bizə deyir ki, həmin qövsə söykənən daxili bucağın dərəcə ölçüsü. Bəlkə də ola bilər ki, buna bir əlavə bir daxili bucaqda söykənib bizdən bunu soruşur. Təbii ki, o da 42 verilmiş olacaq. Yəni, belədirsə 42-dir. Cavabımız olacaq 42. Sonra 19-cu suala baxaq. 19-cu sualda deməli A və B vektorları koordinat oklar üzərində olarsa, bunları tapın. Baxın, bu hissə nə deməkdir? Bax, bu hissə nə deməkdir? X-i 0-dır, Y-i 12-dir. Yəni, buraya yazıram. X-i 0, Y-i 12. Bəs bu hissə nə deməkdir? Diqqətlə baxsaq, bu hissə X-i 9-dur, Y-i 0-dır. Düzdürmü? Bizdən də soruşur ki, A üstə gəlinsin, B modulunu tapın. Biz bunların modulunu tapanda, o zaman yazaq ki, A modul üzərinə gəlinsin, B vektor modul, bu da bərabərdir. Kök altında, deməli, Y-in koordinatlarından X-i çıxıb kvadrata yüksəldəcəm. Təbii ki, 0-dan 9 çıxanda 9, -9, kvadratı yenə 81 verəcək. Digərdə bizə 12 verəcək, onda kvadratı 144. Burada bərabərdir. Kök altında 225 verir. Ondan da 15 çıxmış olacaq. Bu şəkildə. Deməli, sonra baxaq 20-ci suala. 20-ci suala. 20-ci sual sadə bir sualdır. Bizə tənliklərlə bağlı olan bir sualdır. Deməli, biz burada nə edə bilərik? Baxın, aşağına vuruqları ayırsaq, yəni nə deməkdir? X çıxılsın Y, bir də X üzərinə gəlinsin Y deməkdir. Bu da bərabərdir 9. Deməli, biz burada necə yaza bilərik? Təbii ki, 9-u bir 3 vurulsun 3 kimi göstərə bilərik. Naturallardan söhbət gedir. Bir də 9 vurulsun 1 kimi göstərə bilərik. O zaman mən 1-i bura verə bilərəm. Çünki fərqli-fərqlidir. Yəni, zaten buranı 1 verib özləri. X çıxılsın 1. X çıxılsın daha doğrusu Y 1-dirsə, o zaman X üstə gəlsin Y nə olacaq? X üstə gəlsin Y 9 olacaq. Məndən də buradan X, Y hasını soruşur. Tərəf-tərəfə toplasam X-lər gedəcək. 2X bərabərdir 10-a. Buradan X bərabərdir 5-ə. X 5-dirsə, aparıb burada yerinə qoysaq, o zaman Y-də neçə alarsınız? Y-də 4 almış olarsınız. Bizdən bunların hasını soruşurdu. 5 vurulsun 4. 5 vurulsun. Deməli, 5 vurulsun 4
bərabərdir 20. Doğru cavabımız olacaq 20. 21-ci suala baxaq. Deyək ki, bərabəryanlı trapeziyanın bucaqlarından biri digərindən 5 dəfə böyükdür və hündürlüyü 9 sm-dir. Trapeziyanın daxilə çevrə çəkilmişdirsə, onun perimetrini tapın. Aha. Deməli, biz birinci bilməliyik ki, əgər trapeziyanın daxilinə şəkil biraz səliqəsiz olacaq, ancaq çalışıb oxşadacağım. Trapeziyanın daxilinə bir çevrə çəkilibsə, şəkli çəkə bilsək, göstərəcəm. Burada əgər trapeziyanın daxilinə çevrə çəkilibsə, deyək ki, bax, bura nədir? Bura deyək A olsun, bura B olsun, bura C olsun, bura D olsun. Əgər trapeziyanın daxilinə çevrə çəkilibsə, qarşı üzlərin cəmi bir-birinə bərabərdir. Yəni, A üstə gəlinsin C ilə B üstə gəlinsin D eyni şeydir. Yəni, A ilə C-nin cəmi bərabər olacaq. B ilə D-nin cəmi. Bu belə. İndi bizə deyir ki, bizi şəkli gəlin çəkir burada. Artıq şəkli çevrəni sadəcə kənardan göstərdim. Artıq burada çəkməyəcəm. Deyək ki, bucaqlarından biri digərindən 5 dəfə böyükdür. Təbii ki, bura iti bucaq olduğuna görə bura bir alfa desəm, burada nə olacaq? Burada bir 5 alfa olacaq. Yəni, cəmisi nə qədər edir? 6 alfa eləyir. Bilirik ki, paralel tərəflər olduğuna görə bunların cəmi 180 dərəcəyə bərabərdir. Alfanı buradan alıram 30 dərəcə. Alfa 30-dursa, artıq mən onda bura 30 yaza bilərəm. O zaman mən buranı şəkil silindi vəbşi. O zaman mən bura 30 yaza bilərəm. Deməli, bura 150-dir. Burada 30-dur. Mənə 30 lazım olacaq təbii ki. Və bizə deyir ki, onun hündürlüyü 9-dur. Hündürlüyü 9-dursa, o zaman buradan bir hündürlük indirsəm, bura 9-dur. O zaman mən 30 dərəcə bucaq qarşısında görürəm. 30 dərəcə bucaq qarşısında 9 görürəmsə, o zaman bura olacaq 18. Düz bucaqlı üst bucağa görə. Bura 18-dirsə və bərabər yanlı dediyinə görə burada 18-dir. Burada 18-dir. Məndən onun perimetrini soruşur. Burada olacaq. Buranı bilmirəm. Burada bir B olsun. Perimetri dedik ki, nədir? Daxilə də çevrə çəkilibsə, o zaman perimetri bərabər olacaq. Perimetr bərabər olacaq. Deməli, A üzərinə gəlinsin B, üzərinə gəlinsin 18-18-in cəmi də 36 verir. Və mən bilirəm ki, çevrə də çəkilibsə, A ilə B-nin də cəmi 36 verməlidir. Bu da bərabərdir 36 üzərinə gəlinsin 36 bərabərdir 72. Bu şəkildə. Yəni, burada A ilə B-nin cəmi də 18-18-in cəminə bərabərdir. Sonra, 22-ci sualda bizə nə soruşur? Deyir ki, bərabər yanlı üçbucağın yan tərəfinə paralel olan orta xətt 5 cm-dir. Üçbucağın perimetri 32 cm olarsa, oturacağın uzunluğunu tapın. Deməli, bərabər yanlı bir üçbucaq deyirsə, üçbucağı çəkək. Bu üçbucaq bərabər yanlıdır və deməli, orta xətt 5 cm olarsa. Deməli, bura 5 cm-dirsə, o zaman bərabər yanlı üçbucaqda orta xətt tərəfin yarısına bərabərdir. O zaman burada 10-dur. Çünki onun yarısı 5-dir. Bura 10-dur. O zaman bunun tərəfləri nə oldu? Yan tərəflər oldu. Bizdən onun oturacağını soruşur. Oturacağı da bilmirəm. Burada bir A deyim. Perimetri nəyə bərabərdir burada? Perimetri bərabərdir 32-yə. Bəs bu nəyə bərabərdir? Bu tərəflərin cəminə bərabərdir. 10 üzərinə gəlinsin 10, üzərinə gəlinsin A-ya bərabərdir. Buradan da A bərabərdir. 32 çıxılsın. Ondan onun cəmi 20 verəcək. Bu da bizə 12 vermiş olacaq. Deməli, doğru cavabımız 12. 23-cü suala baxaq. Deyir, 20-dən böyük olmayan natural ədədlər içərisində 20 ilə qarşılıqlı sadə olan neçə natural ədəd var? Birinci gəlin biz 20-ni vuruqlara ayıraq. Beləsində sadə sualdır. Yəni, çox əllə də sayı tapa bilərsən. Amma vuruqlara ayırmaq ən yaxşıdır. 10, bunda 2-yə bölünür 5. 5 5-ə bölünəcək 1 dəfə. Yəni, uzun sözün qısası 20 nəyə bərabərdir? 2 üstü 2-yə vurulsun 5 üstü 1-ə. Aydındır? İndi, bizdən 20 ilə qarşılıqlı sadə olan ədədlərin sayı deyərsə, neçə natural ədəd var? Düsturumuz var idi, 20 vurulsun, 1 çıxılsın, 2-də 1 və 1 çıxılsın, 5-də 1. Düsturu bilirsə, yerinə qoyub tez tapacaqsınız. Bu da bərabərdir 20
vurulsun 2-də 1 və vurulsun 5-də 4-ə bərabərdir. 2 ilə 1-in hasılı 10 eləyər. 10 da 2-nin 20-nin xısa gedər. Burada qalar 2. 2 ilə 4-ə vuraram 8. Deməli 8 dənə qarşılıqlı sadə ədəd var. Sonra 24-cü suala baxaq. Deməli bizə deyir ki, 2 zərb birgə atıldıqda düşən xalların hasilinin 20-dən böyük olma hadisəsinin ehtimalını tap. 2 zər atılıbsa bizim mümkün hallarımız 36-dır. Bunu yazaq bura. Və deyir ki, düşən xalların hasilinin 20-dən böyük olması ehtimalıdır. 20-dən böyük olma ehtimalı nə ola bilər? Baxın, birinci ola bilər 5, 5. Düzdürmü? Daha sonra ola bilər 6, 6, 6. Daha sonra nə ola bilər? Ola bilər 4, 5. Yox, 4, 5 yox. 4, 6. 4, 6. Çünki 20-dən böyük deyir. Və bir də bunların yerini dəyişəcəm. 6, 4. Və bir də 5, 6. Və 6, 5. 6, 5. Bunlar mümkün hallarımız bunlardır. 1, 2, 3, 4, 5, 6 tane mümkün halımız var. Yəni 36, 6. Bu da ixtisar gedəcək 6-da 1. Ehtimalımız nəyə bərabərdir? 6-da 1-ə bərabər. Və keçək sonuncu suala. Deyək ki, fx bərabər 2x çıxılsın 6 funksiyasının koordinat oxları ilə kəsişmə nöqtələrinin koordinatlarını tapın və onların qrafikini vurun. Aha, deməli biz burada x-ə 0 verib y-in qiymətini tapsaq, yəni y funksiyanın koordinat oxları ilə kəsişmə nöqtələrinin koordinatlarını tap. Aha, deməli mən x-ə 0 versəm, y-i tapacağım o zaman. Nə olacaq? fx-i y-yə əvəz elədiyinə görə yaza bilərəm. Y bərabər 2 vurulsun 0 çıxılsın 6. Bu bərabərdir -6. Bəs mən y-yə 0 versəm, x-i tapa bilərəm. Yəni 2x çıxılsın 6 bərabərdir 0-a. Buradan da x-i tapacam neçə? X-i tapacam 3. Aha, deməli mən x-ə 0 verəndə y-i tapdım -6. Bəs x-ə 0 verəndə, daha doğrusu y-ə 0 verəndə x-i neçə tapdım? X-i də 3 tapdım. Məndən bunların qrafikini soruşur. Qrafik çəkək. Deməli, bura y-dir, bura x-dir. Deməli, mən x-ə 0 verəndə, y neçə oldu? Y -6 oldu. -6. Bəs mən y-yə 0 verəndə x neçə oldu? Y də 3 oldu. 3 də düşəcək bura. Məndən bunu soruşur, qrafiki. Baxın, bu hissələrin bu formada. Qrafikimiz olacaq bu formada. Və deyək ki, onun qrafikini qurun, qrafikini də qurdum. Bu 25-ci sual idi. Bununla da yekunlaşdırdıq izahımızı. Sağ olun, növbəti videolarda görüşənə qədər.